İnsan Resursları Forumunun layihə rəhbəri, hörmətli Cabir Süleymanlı'nı sizin alqışlarınızla dəvət edirik. Əziz qonaqlar, hörmətli iştirakçılar, dəyərli spikerlərimiz, moderatorlarımız, Dövlət Məşğulluq Agentliyinin idarə heyətindən nümayəndəmiz, hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Səsimdə biraz həyəcan var, hiss edirəm, özüm də buradan titriyir. Ona görə bir dənə alqış olsa, dərs keçsin. Bu il elan elədik ki, Milli İnsan Resursları Forumunun 10 illiyi olacaq. Mənim üçün və təşkilatçı yoldaşlar üçün, hər birimiz üçün bu önəmli bir, belə deyək, nöqtə idi ki, biz bu günə qədər gətirdik, çatdırdıq belə bir layihəni və bugün çıxışıma başlamaq üçün sizə bir sualla başlamaq istəyirəm. Niyə? Niyənin altında yatan məna çoxdur. Birinci sual odur ki, siz bugün niyə buradasınız? Bəziləri bəlkə də hədiyyə bilet var, ona görə buradadır. Bəziləri müdürü buradadır deyə buradadır. Bəziləri işdən göndəriblər, ona görə buradadır. Bəziləri networking üçün gəlib. 10 il ərzində fərqli niyələrlə burada olanlar olub. Bu çıxışımı da niyə ilə başlamağımın əsas, bu sual ətrafında düşünək, əsas səbəblərindən biri var. Bəlkə bəzilərimizin və ya bir çoxlarımızın izləmiş olduğu Simon Sinek'in məşhur bir videosu var. Niyə deyə. Düzdür, niyə deyil videonun adı, amma Simon Sinek Why ingiliscəsində niyə deyə axtarsaz 18 dəqiqəlik bir çıxışdır, çox xoşlayıram o çıxışı. Onun üzərində qurmuşam biraz bu çıxışımı. Simon Sinek videoda deyir ki, bu tərəf eləyəndə tutur ancaq ona görə. Simon Sinek deyir ki, dünyadakı təşkilatların, insanların əksəriyyəti, yəni böyük çoxluğu, kənardakı çevrə nə etdiyini bilir. Sadəcə bir qismi necə edəcəyini bilir. Çox az bir qismi, bunu da Golden Circle, yəni qızıl çevrə deyə adlandırır. Çox az bir qismi isə onlar niyə etdiklərini bilir. Məsələn, biz insan resursları funksiyasını götürsək, biz nə edirik? Nə iş görürük? Digər departamentlər hamısı deyir ki, bu HR-lar nə iş görür? Amma biz nə iş görürük? İşə qəbul edirik, işdən çıxardırıq, motivasiya, performans qiymətləndirmə. Nə etdiyimiz bəllidir. Necə etdiyimiz də bəllidir. İndi süni intellekt çıxıb, süni intellekt tətbiq edirik. Texnologiya, ERP, sistem qururuq və s. Necə etdiyimiz də bəllidir. Amma niyə eləyirik? Əslində, bunun çox təsirli bir cavabı var ki, bizim elədiyimiz işlər insana dəyər üçündür. İş yerlərində olan insanlara dəyər üçündür. Bu, insana dəyər sloqanı da buradan çıxıb, bunu belə formalaşdırmışdıq ki, insana dəyər, iki başlı bir söz olaraq, həm insana dəyər vermək, həm insan üçün bunu etməyə dəyər mənasında. Videoda digər bir çevirə bilmirəm, çevirdim. Videoda digər bir ifadə var. Simon Sinek deyir ki, o da kimdənsə eşidibmi bilmirəm, amma videoda deyir. İnsanları işə götürəndə sadəcə iş axtaranları yox, sizin inandığınıza inananları işə götürün. Sizin inandığınıza inananları işə götürün. Bu sözü həmin videoda alqışlar yəqin ki, Simon Sinek'ədir. Bu cümləni orada eşidəndə mənim üçün çox təsirli bir şeydir ki, hətta orada təyyarələrin belə deyək də kəşfi ilə bağlı bir ifadə verir ki, məsəl üçün təyyarələri kim kəşf eləyib? White qardaşları kəşf eləyib. Hamı belə bilir. Wikipediyada, internetdə axtarsaq White qardaşlar çıxacaq. Amma orada Samuel Langley adlı bir şəxs var. White qardaşlardan daha çox, yəni o dövr üçün fantastik məbləğlərdə datasiya alır dövlətdən, çox böyük, ağıllı, böyük universitetlərdən məzun olan komandası olur.
Amma onlar bunu eləyə bilmirlər. Təyyarəni White qardaşları kəşf edir, çox az bir büdcə ilə, kiçik bir komanda ilə və o izah budur ki, o insanlar, White qardaşların komandasında olanlar onların inandığına inanmışdılar. Onlar bilirdilər ki, bunu eləyəcəklər. Və Samuel Gill'in komandasının isə əsas inanmadıqlarını nə sübut eləyir? White qardaşlar təyyarənin kəşfini elan edildikləri günün səhərsi onlar araşdırmaları dayandırırlar. Yəni, buraxırlar bu işi. Videodan daha bir izah, belə bir qrafik var. İnnovasiyaların yayılması qanunu, ingiliscəsindəki adı da yuxarıdadır. Bizim dildə bu termin bilməm çıxır yoxsa yox, amma yuxarıdakı ilə çox geniş bu terminologiya haqqında məlumat almaq olur. İnnovasiyaların yayılması qanunu belə bir izahı var ki, cəmiyyəti 100% götürsək, cəmiyyətdəki insanların sadəcə 2.5%-i yenilikçi, innovativ insanlardır. Məsəl üçün, iPhone-un kəşfini düşünək də. iPhone-u reklam eləmək üçün yox, amma toxunmatik ekranların kəşfini düşünək. Toxunmatik ekran telefonlar kəşf edə biləcək insanlar deyir ki, cəmiyyətdə 2.5%-dir. Daha sonra gələn 13.5%-lik əhali, nisbət, onlar isə ilk özünü buna adaptasiya edən, ilk istifadə eləməyə çalışanlar, gecə 12 saat, 8 saat növbədə duran ki, səhər Apple mağazası açılsın, telefonu alın. O şəxslər bu 13.5%-dir. Amma sizin innovasiyanızın yayılması üçün bu 16%-dən sonra 2.5 plus 13.5, 16%-dən sonra bir uçurum var. Siz bu uçurumu keçə bilsəz, tipping point anlayışı var. Buradan sonra sürətlə yayılmağa başlayır və erkən çoxluq və gecikmiş çoxluq, yəni bir insanlar daha tez və digərlərdə sonradan istifadə eləməyə başlamaqla sizin innovasiya yayılır. Axırda qalan 16% isə dünyadakı son o knopkalı telefonlar, düyməli telefonlar bitənə qədər onlar bu innovasiyalardan istifadə eləmir, onlar heç. Amma bu ortadakı 68%lik çoxluğun innovasiyanı və ya yeniliyi, bir dəyişikliyi onların istifadə edə bilməsi üçün o başdakı 16%lik çoxluq var. Bunlar bir addım atmalıdırlar. Və mən çox, belə deyim, fəxrlə və qürurla deyə bilərəm ki, biz 10 il qabaq bu addım atanlardan biri olduq Milli İnsan Resursları Forumuna. Hətta bu fəxr elədiyimi göstərmək üçün bunu da gətirmişəm. Bayaq bugünkü bəzikimi itirmişdim. Amma 2015-in, yəni o gün taxdığım bəzikdir, hələ də saxlayıram. Daha doğrusu yoldaşım saxlayır, sağ olsun. Məndən olsa çoxdan itirmişdi. Bu alqışlar yoldaşıma gəldi deyəsən. Sağ olsun ki bugün. Hətta 2016, 17, 18 digərləri hamısı var. Evdə kolleksiya kimi saxlayır. Yenə demək istəyirəm və bu çıxışda qeyd elədiyim həmin o 16%lik hissə onu demək istəyirəm ki, biz insan resursları peşəkarları, mütəxəssisləri, bu sahənin insanları olaraq gəlin o başdakı 16%lik hissədə olmağa çalışaq. Və inandığımız, o bayaq dediyi kimi ki, sizin inandığınıza inanan insanlarla yola çıxın. Onunla bağlı da mən düşünürəm ki, MİRF-in niyəsi oydu ki, bizim inandığımız şey nə idi? Bu sahənin, insan resursları sahəsinin inkişafına bir töhfə verək. Üzərindən 10 il keçib, 2015-ci ildə bu zalda oturanların bir çoxsunu gördüm burada. Yəni, bəziləri var. Deyəcəm indi kimlərdir. Adları ilə yox, şəkilləri ilə deyəcəm kimlərdir. Məncə o yoldaşlar da qəbul edirlər ki, 10 il ərzində insan resursları sahəsində, insan resursları funksiyasına verilən dəyər şirkətlərdə çox dəyişdi, çox dəyişikliklər oldu. Bunun ölçüm mexanizmi əlimdə mövcud deyil, bilmirəm nə qədər hissəsi bizim tədbir və digər yoldaşların, kolleqalarımızın, insan resursları sahəsindəki çox dəyərli töhfələr verən yoldaşlar var, onlar da sağ olsunlar, dəyər qatırlar. Bu tədbirlər vasitəsilə əminəm ki, düşünürsünüzsə ki, belədir, alqışlaya bilərsiniz, onun alqışın səviyyəsi ilə bilən nə qədər hissə ilə bir
dəyər qatıldı. Və Milfin niyəsi töhfə vermək idi və həmin o inandığımıza inanan yoldaşlarla yola çıxmaq çox önəmli idi. Bu ilk Milfin səhnəsidir. Çox qaranlıq bir məkan idi. Səhnədə olanlardan Elçin müəllim buradadır. Əfsanə xanım bəlkə xatırlayar, Fuad bəy oradadır. Bu səhnəni həmin o kreslolar və divan həmin o səhnədə dursun deyə mən gecə saat 2-yə qədər orada qalmışam. Çünki səhnə çox balaca idi və ora sığışmırdı. Kiçik bir oteldə təşkil edirdi. Bugün isə maşallah 500 nəfərin üzərində bir kollektivlə bu tədbiri təşkil edə bilirik. Çox getdi. Belə bir zal idi, qaranlıq bir zalda eləmişdik. Bu posteri xatırlayanlar varmı bilmirəm, amma buradakı yoldaşlar, bayaq Emil bəyi gördüm burada, Rəşad bəy deyəsən, Emil bəyi salamlayıram buradan. Belə bir paylaşım var idi, İnsan Qaymaqları forumu, Elçin müəllim burada salamlayıram. Etsə, mən burada cəhd eləyəndə, olmasa siz oradan çevirin, xahiş edirəm. Bu fotodakı yoldaşlardan Rafiq bəylə həmin günlər və Murad bəy indi xaricdə yaşayır. Amma Rafiq bəylə başladığımız yolda bugün də davam edirik və Rafiq bəy düzdür, çox vaxt səhnəyə çıxmağı sevmir Miftə. Amma istəyərdim ki, Rafiq bəy üçün də bir alqış gələrdi. Həmişə arxa planda qalsa da, təşkilatçılıqda hər zaman dəstəyi üçün digər bizim komanda yoldaşlarımız, Nigar xanım, Kənan bəy, İbrahim bəy, Nazim bəy, Xədicə xanım, hər biri üçün də bir alqış istəyərdim. Çox sağ olsunlar. 10 ildir insana dəyər sloqanı ilə dəyər qatmağa çalışırıq. Sonda da belə bir fotomuz var idi. Və bugünkü son çıxışımda son belə deyək, mesajımla səhnəni artıq tədbirin əsas hissəsi üçün buraxmaq istəyirəm. Burada oturan 500 nəfərdən çox insan resursları sahəsində fəaliyyət göstərən və hər halda buradasınızsa, bu sahə ilə bir bağı olan insanlar, gəlin, bayaq dediyimiz kimi həmin o cəmiyyətdəki 16%lik dəyişiklikləri öz təşkilatımızda, cəmiyyətimizdə etməyə çalışmaq istəyən insanlar olaq və gəlin, növbəti slayd zəhmət olmasın. Gəlin, öz niyəmizi tapmağa çalışaq. Bu tədbirdə və ya tədbirdən sonra və ya tək qaldıqda düşünərək. Çox sağ olun, təşəkkür edirəm. Bir də Abbas ağa üçün də bir alqış istəyəcəm. Hamı üçün alqış istəyir, amma onu alqışlayan olmur.